Qarşımıza bütün müasir insanları yığsaq qarşımıza, təsəvvür edin ki, o bir adamdır. Siz ona necə deyərsiniz ki, ay müasir insan, sənin dərdin budur. Nədir o müasir insanın dərdi? Ümumiyyətlə çətindir o bir insanla danışmaq. Filosoflar həmişə konkret insana danışırlar və konkret insanın ürəyində doğan suala cavab verirlər. Ümumi cavab yoxdur. Ümumi cavab. İndividualdır. Hə, cavablar həmişə individualdır. Heç həkimin yanına gedəndə də həkim eyni tip xəstəliyə məruz qalmış xəstələrin də dozalarını çəkisinə baxır, yaşına baxır, müəyyənləşdirir də. Ona görə Tarixçəsi. Cavablar da mütləq eyni ola bilməzlər. Təbii ki. Birisinə deyirsən tələs, o birisinə deyirsən ləngi. Bəli. Ona görə amma eyni istiqamətdə bir yoldur. Cavab ümumiyyətlə çətindir. Hər kəsin spesifik problemi var. Ümumiləşdirsək, ürəyinlə əlaqəni kəşf elə. Biraz sadə yaşa. Uğur qazanmamağın özündə uğur gör. İndi çox yüklüyüblər adamları, kompleks yaradırlar adamlarda ki, mən böyük bir karyeraya çatmasam, məşhur reytingli universitetləri qurtarmasam, mənim həyatım sanki bir puçdur. Məşhur, nə bilim, alimlərin özündə belə məşhur jurnallarda mənim məqaləm çıxmasa, mənim kitablarım böyük tirajlarla yayımlanmasa, böyük bir şöhrətə çatmasam, mənim həyatım puçdur. Sən o qədər dəyərli həyatın var ki, sənin narahat olma o şeydən. Sən elə həyatda qonşularınla söhbət eləsən belə, sənin həyatın puç olmayacaq. Sənin həyatını dəyərləndirən o məşhur jurnallar, nə bilim, milyonluq tirajlar zət deyil. Həyatın mənasını sadə şeylərdə görməyi bacarmalıdır insan və bu müasir dünyanın ona sırıdığı uğur konsepsiyasını rədd etməyə gücü olmalıdır. Onda insan çox güclü olur. Bu, uşaqlarda çox təbii şəkildə alınır. Necə? Uşaqlar məsələ düşürlər həyətə oynayırlar torpaqla. Deyirsən gidək evə, yox olmaz, mən hələ oynayıram. Xoşu gəlir onu oynamaq. Uşaq böyüyə izah eləyə bilmir ki, bu təbiətlə təmasda olmaq nə qədər mənalıdır, nə qədər gözəldir. Quşların səsini eşitmək, küləyin sənin üzvə oxşaması nə qədər dərin bir prosesdir. Mən bunun üçün gəlmişəm yer üzünə. Uşaqlar böyüklərin ona sırdığı uğur konsepsiyasını, gərəkliliyi qəbul eləmirlər. Öz həyatları ilə ciddi məşğul olurlar. Sonra ağlı böyüdükcə biz insanları azdıra bilirik.